Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Bir de elhamdülillah kardeşler. Allah razı olsun davetinize göre. Allah Teala sizi xeyirli qullardan etsin. Allah Teala sizi bağışlasın. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə sünnəsində bir çox xeyirlər öyrədib, elhamdülillah. O xeyirlərdən də biri odur ki, qardaşlarımız üçün dua eləyək. Bizə bir ikram etsələr, yemək versələr, içmək versələr və s. Öyrədib ki, biz deyək ki, Allahümmə bərik fīmə razaqtəhum vəğfir ləhum vərhəmhum. Bu sünnədir. Kimsə sənə ikram eləsə, yedizdirib içizdirsə, onun üçün bərəkət duası elə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, Allahım onlara verdiyin ruziyə bərəkət ver, onları bağışla və onları əff et. Biz də sizin üçün bu duanı eləyirik. Və sonra dəyərli qardaşlar, bilirsiniz ki, elhamdülillah, müsəlmanın imanı artır və azalır. Artır və azalır. Allah Teala buyurur ki, huvəl-ləzi ənzələs-səkinətə fī qulubil mu'minin liyəzdədu imanən ma'a imanihim. O, Allah ki, mömin qullarının qəlbinə sükunət nazil edir. Ənzələs-səkinətə fī qulubil mu'minin. Mömin qullarının qəlbinə sükunət nazil edir. Niyə? Liyəzdədu imanən ma'a imanihim. İmanlarının üzərinə iman gətirsin deyə. İmanlarını artırsın. Yəni, biz bilirik ki, elhamdülillah, əhl-i-sünnənin etiqadına görə iman artır və azalır. Artır nə ilə, qardaşlar? İtaətlərlə. Azalır nə ilə? İtaətlərin əksi olan asiliklərlə. Çünki biz Allahdan istəyirik ki, Allah Teala bizim daim imanımızı sabit etsin. Allah Teala bizi öz vəsiyyəti üzərində yaşayan və onun üzərində dünyasını dəyişən qullarından etsin. Vəsiyyəti də odur ki, Allah Teala'nın وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ. Öləndə yalnız müsəlman kimi ölün. Başqa ayda Allah Teala buyurur ki, وَعْبُدُ رَبَّكْ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ölüm sənə gələnə qədər Rəbbivə ibadət elə. Bütün bunlar, dəyərli qardaşlar, ağsaqqallarımız bizə onu göstərir ki, imanı qorumaq lazımdır. Nə vaxta qədər? Ölənə qədər. وَعْبُدُ رَبَّكْ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ölüm sənə gələnə qədər Rəbbivə ibadət elə. İbadət etmək üçün nə lazımdır? İman. Əsas imandır. İmanı qorumaq lazımdır ki, gərək biz o ibadətləri həyata keçirə bilək. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də bizə, qardaşlar, hədislərdə göstərib, bildirib ki, imanı nəzarətdə saxlamaq lazımdır. Nə demək? İmanı nəzarətdə saxlamaq lazımdır, ona baxmaq lazımdır. Artıb, yoxsa azalıb? İmanın vəziyyəti nə yerdədir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ənəs İbn Məlikin rivayətində deyir ki, sizdən birinizin imanı ləyəxləqu fi cəvfihi kəmə yəxləqu səv. Sizdən birinizin imanı üzərinizdə olan geyiminiz, paltarınız kimi köhlənir. Fəsəlullaha ən yücəddidəl imanə fi qulubikum. Allahdan istəyin ki, Allah qəlbinizdə olan imanı yeniləsin, artırsın. Bu nəyə göstərir, qardaşlar? Allaha dua eləmək lazımdır ki, iman qalsın, iman sabit qalsın. Həmçinin bu hədis dəlildir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm özü imanı üçün Allaha dua eləyirdi. İmanı nəzarət eləməyi öyrədirdi. Dəlillərdən biri nədir, qardaşlar? Peyğəmbər sallallahu aleyhi və səlləm daim imanını güdərdi. Onun qeydinə, qayğısına qalardı. Duaları, ya muqallibəl qulub, səbbit qalbi alə dinik. Ey qəlbləri çevirən, qəlbləri idarə edən Rəbbim, qəlbimi dinin üzərində sabit et. Fikir verirsiniz, ən çox etdiyi dualardan biri bu olub, qardaşlar. Başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bildirir ki, qulların qəlbləri Allahın barmaqlarından iki barmaq arasındadır. Deyir ki, İnnə qulubə bəni Ədəm beynə usbu'ayni min asabi'ir-rəhmən yuqallibuha keyfə yəşə. Adəm evladlarının qəlbləri Rəhmənin barmaqlarından iki barmağı arasındadır, istədiyi kimi çevirir.
Allah Taala qəlbimizi çevirməsin, qardaşlar. Bunlar hamısı onu göstərir ki, qəlb dəyişir, çevrilir. Sabitçilik isə Allahdan. Daim dua eləyək Allah Taalaya ki, Allah imanımızı sabit eləsin. Və sonra dəyərli qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin Allahdan rivayət elədiyi bir hədis var, yəni qudsi hədisdir. İstəyirəm onu həm özümə, həm sizə xatırladım. İnşallah faydası olar. Hədisi Əbu Hüreyrə rivayət eləyib, İmam Tirmizi. Hədis Əbu Hüreyrədən gəlir, İmam Tirmizi rivayət eləyib, Şeyx Albani hədisi səhihləşdirib. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İnna Allah Teala yaqul. Allah Teala deyir. Allah Teala buyurur. Yəbnə Ədəm, ey Adəm evladı. Ey Adəm evladı. Təfarraq li ibadəti. Özlü mənim ibadətim üçün ayır. Fikir verin qardaşlar. Allah Teala deyir ki, ey Adəm evladı, ey qulum. Özlü mənə ibadət üçün ayır. Əmlə sadrəkə ğinən. Və əsuddə fəqrək. Sən özlü mənə ibadətə ayır. Mən sənin köksünü, qəlbini varlılıqla dolduraram. Zənginliklə dolduraram qəlbini. Və sənin fəqirliyi aradan qaldıraram, kasıblığını. Sonra deyir ki, Allah Teala, və illə təfəl, etməsən belə, özlü ibadətə ayırmasan, mələ'tü yədeykə şuğlən, əllərini məşğuliyyətlə dolduraram. Səni məşğul eləyərəm, deyir Allah Teala. Sonra deyir ki, vələm əsuddə fəqrək, sənin kasıblığını aradan qaldırmaram. İnsan kasıbla qalar. Peyğəmbər sallallahu aleyhi və səlləm, qardaşlar, bu hədisi deyəndən, oxuyandan sonra bəzi ayələri oxuyur Quran-ı Kərimdən. Şura surəsində olan ayələr, həmçinin Əl-İmran surəsində olan ayələr. Əbu Hüreyrədir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayələri oxudu. Buyurur ki, Allah Teala Quran-ı Kərimdə Mən kənə yuridu hərsəl əxirəti Nəzid ləhu fi harfihi. Kim axirətin savabının, axirətin xeyrini istəsə, onu onun üçün artırarıq. Sonra buyurur ki, Allah Teala başqa bir ayədə وَمَنْ كَانَ يُرِيدُ حَرْسَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا. Kim dünyanın bərbəzəyini istəsə, dünya malını istəsə, ona ondan verərik. وَمَا لَهُ فِي الْآخِرَةِ مِنْ نَصِبٍ. Amma axirətdə heç bir pay olmayacaq. Adam yalnız dünyanı istəyir. Axirətdə də Allah Teala deyir ki, heç nə verilməyəcək ona. Elə dünyada istədikləri ona veriləcək. Burada qardaşlar, elm əhli bu hədis ki, vardı, qudsi hədis, onun qısa şərh verib deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah Teala nida eləyir, çağıraraq nida eləyir ki, ey qulum, özlü mənə ibadətə ayır. Elm əhli deyir ki, yəni burada məqsəd ibadətə ayır. O deməkdir ki, ibadəti dünyadan üstün say. Dünyadan, dünya nemətlərindən, dünyanın içində olanlardan üstün say. Vəl itiyən bimə əmara bihi minhə. İbadəti Allah sənə necə əmr eləyib, o formada yerinə yetir. Fələ tulhihi ən zikrilləh. Və sənin o əlində olan dünya Allahı zikr eləməkdən səni yayındırmasın. Qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve səlləmin sahabələrinin hamısının işi, gücü, ticarəti, alışı, verişi var idi. Buna dəlillərdən biri nədir? Quran-ı Kərimin özü. Cümmə surəsində, qardaşlar, hansı ayəni deyir Allah Teala? Ya eyyuhəl-ləzīnə əmənu İzə nudiyə lis-salati min yevmil cumu'a fəs'əv ilə zikrilləh və zərul bəyə. Ey iman gətirənlər, cümmə gününün namaza çağırıldığınız zaman neyin? Allah'ı zikr eləməyə tələsin. Sonra deyir ki, və zərul bəyə, ticarəti tərk edin. Bu nəyə göstərir? Onlar ticarət edirdilər. Alver edirdilər, alırdılar, satırdılar. Səfərlər edirdilər mal üçün. Gedirdilər, gətirirdilər, bölüşdürürdülər, satırdılar və s. Allah deyir ki, onu həmin vaxtı saxlayın. Başqa bir ayədə Allah Teala deyir ki, ricalun la tulhihim ticaretun və la bey'un
an zikrillah və iqamis salah və itaiz zəkə. Möminlərin içində elə insanlar, elə kişilər var ki, onları nə alış-veriş, ticarət yayındırmaz. Nəydən, qardaşlar? Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Allah bizə deyir ki, sizdən əvvəl elə insanlar olub ki, elə kişilər, elə qadınlar olub ki, onların da alış-verişi var idi. Bugün sən ticarəti bahane gətirirsən ki, mən gələ bilmirəm meçdə, cüməyə gələ bilmirəm, namaza gələ bilmirəm. Niyə? İşim var idi. Allah deyir ki, səndən də xeyirlilərinin, səndən də ağır işləri olur. Lakin onlar mənzik eləməkdən yayınmırlar. Ona görə vallahi qardaşlar, insan əlində olan neymətlər, dünya neymətləri. Ona görə Allah Teala deyir ki, təfarraq li ibadəti, ibadətim üçün ayır özünü. Yəni, mənim ibadətimi sənə verdiyim dünyadan üstün say. Namaz vaxtı gəldi, namazı qıl. Saxlayayım, sonra qılaram. Hələ vaxtı var, o birisi namaza qədər. Olmaz belə. Namazın vaxtı gəldi, namazı qıl. Aleykümselam və rahmetullah və barakatuhu. Sonra burada deyir ki, la ənəhu la yəfəl illəl ibadə. Alimlər deyirlər ki, Allah deyəndə ki, özü mənə ibadət üçün ayır, o demək deyil ki, sən dünyadan payını götürmə. Dünyanı verən kimdir? Allahdır subhanahu wa ta'ala. Allah Teala bir adama dünyanı niyə verir, qardaşlar? Sual. Zaman, qardaşlar. Allah Teala bir adamı dünyanı niyə versin ki? Niyə birinə mal, mülk, yemək, içmək, geyim, mini, ev, eşi, qadınlarla evləndir, evlatlar verir? Bunu ona niyə versin ki? Ahirətini qazansın deyə. Onu sınağa çəksin deyə. Onu Allah üçün sərf eləyir, halallarda yoxsa haramlarda sərf eləyir. Yəni, Allah sənə veribsə, asanlaşdırıb cənnəti qazanmağı sənin üçün. Bir ki, çalış o verdiyimi əsas olandan üstün tutma. Yəni, ibadətdən, itaətdən üstün tutma. İnsanların əksəriyyəti, qardaşlar, bugün Allaha ibadət etməmələrinin əsas səbəbi dünyanı ilə ibadətdən üstün saymalarıdır. Fikir ver, adam onun üçün yaşayır. Ev tikmək üçün, oğul evləndirmək üçün, varlanmaq üçün, hörməti, şanı, şöhrəti çox olsun. Gecə gündüz bunu fikirləşir. Fikir verin. Allahu akbar. Adamın məqsədi yalnız budur. Sonra burada buyurur ki, Allah Teala nə dedi? Sən belə etsən, özünü ibadətə ayırsan, yəni ibadətləri dünyadan üstün saysan, nə dedi qardaşlar? Nə edərəm sənin üçün? Qəlbimi zənginləşdirərəm. Qəlbimi varlı eləyərəm. Elm əhli buyurur ki, burada məqsəd odur ki, insan Allah ona nə versə, onunla razılaşar. Az və ya çox. İnsanların bu günümüzdə gördüyümüz qardaşlar problemlərindən biri budur ki, əllərində olanla razı deyirlər. Özləri haqqında böyük zəndədirlər ki, mən bundan daha yaxşısına layiqəm. Mən çoxuna layiqəm. Ən gözəli mənə verilməli idi. Hansı ki, Allah Teala nədir? Nəhnu qasamna beynəhum məişətəhum fil həyatid dünya. Dünya həyatında onların güzaranlarını biz təyin eləmişik, biz bölmüşük. Sənə bugün nə verilibsə, onu Allah verib. Allah belə istəyib. Varlısansa varlı olmağı istəyib, kasıbsansa kasıb olmağı istəyib. Fikrin hədisdə nə deyir? Qəlbimi zənginləşdirərəm. Yəni Allah sənə elə bir nəfs, elə bir hal verəcək ki, az olanda da, çox olanda da deyəcəksən ki, əlhəmdülillah. Rəbbim belə təyin eləyib, buna da şükür. Bu özü böyük neymətdir, qardaşlar. Çünki insanların əksəriyyəti əlində olana şükür eləyir. Yox, Allah dediyi kimi, وَلَا تَجِدْ أَكْسَرَهُمْ شَاكِرِينَ. Onların çoxsundan şükür görəcəksən. Şeytan Allah'a deyir ki, sənin qullarının hamısını azdıracam, görəcəksin ki, çoxsundan şükürdür. Hətta Allah Teala iblisin sözünü çatdırıb ümmətə ki, iblisin sözü Adəmin zürriyyəti üzərindədir, öz əksini tapdı. Çünki çoxsundan şükürdür. Çox az şükür eləyəndir. Qalilun min ibadiyyə şəkur. Allah Teala deyir ki, qullarımdan çox azı şükür eləyəndir. İnsanın Allahla razılaşması, hər şeyi Allahdan bilməsi, bunun özü böyük bir neymətdir, qardaşlar. Vallahi, böyük bir neymətdir. Razılaşırsan ki, Rəbbim nə təyin edibsə, o mənim üçün daha yaxşıdır. Alimlərdən biri deyir ki, mən Allaha dua eləyib istəyəndə bir dəfə sevinirəm.
ki, əlhamdülillah, mən Allaha dua elədim, istədim. Mənə nəsib elədi ki, mən ondan nəsə istədim. Sonra deyir ki, o mənə verməyəndə mən 10 dəfə sevinirəm. Niyə? Çünki deyir, birinci mənim seçimimidir. İkinci onun seçimidir verməmək. 10 dəfə ona görə sevinirəm ki, o vermədisə mənim üçün xeyir istəyib. Çünki o məndən yaxşı tanıyır. Elə varlı adamlar var ki, qardaşlar, Allah Teala onları varlı eləməyində də böyük hikməti var. Elə kasıb adamlar var ki, onları kasıb eləməyində də böyük hikməti var. İbn-i Qayyim deyir ki, aleyhi rahmetullah, aleykümselam rahmetullah. İbn-i Qayyim deyir ki, varlı adamları Allah varlı edib, o demək deyil, onları sevdiyinə görə varlı edib. Çünki Allah onları çox istəyir. Onu çox istəyir, sevirdi, onun malını artırır gecə gündüz. Buna görə deyil. Və kasıb insanlar var ki, Allah onları xoşlamır deyə onları kasıb edib ki, qoy elə belə qalsınlar. Belə deyil, vallahi. Bu belə deyil. Allah bilir ki, o varlı, o kasıb ola bilməz. Ona kasıblıq yaramır. Bu kasıbada varlılıq yaramır. Nə qədər insanlar görürük də, qardaşlar. Kasıblıqdan sonra Allah Teala bir balaca var dövlət verir. Sanki qılınc alıb Allaha qarşı döyüşür Allahın kasıb qullarının üzərində. Təkəbbürlülük edir adam. Yerişi dəyişir, vallahi. Davranışı dəyişir, aleyküm salam. Rəftarı dəyişir, qonşusu ilə, qohumları ilə, işdə yoldaşları ilə, ətrafı ilə dəyişir. Artıq başqa gözlə baxır. Görürsən, onun ruzusunun artması ona necə təsir edir. Ona görə Allah Teala deyir ki, وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحَ Yerdə təkəbbürlüklə gəzməklə. Bu nəyə göstərir, qardaşlar? Allah insanın yerişindən addım atırsan, ayağını qaldırıb atırsan. Allahın ondan xəbəri var. Bilir ki, necə atırsan. Təkəbbürlə. وَلَا تَمْشِ فِي الْأَرْضِ مَرَحَ Deyir ki, yer üzərində təkəbbürlü gəzmə. Ne üçündür, qardaşlar? İzah verir Allah Teala. İnnəkə lən təxriqəl ard və lən təbluğəl cibələ tulə. Çünki sən elə məxluqsan ki, nə qədər ucalsan, dağlara çata bilməyəcəksən. Yerin dibinə nə qədər getsən, gedib axırına çata bilməyəcəksən. Ona görə sənə olmaz təkəbbürlü eləmək. Şey versək, vallahi, Allahın hikməti var. Varlı eləyəndə də hikmətlidir. Kasıb eləyəndə də hikmətlidir. İnsanın əsas zənginliyi onun nəyindədir, qardaşlar? Əsas zənginliyi nəyindədir? Qəlbində. Abu Zərə Peyğəmbər sallallahu aleyhi ve sellem görün necə öyrədib. Deyir ki, ey Abu Zər, sən elə düşünürsən ki, zəngin adam çoxlu pulu olandır. Deyir ki, bəli ya Rasulullah sallallahu aleyhi ve sellem. Deyirsən, elə düşünürsən ki, kasıb adam malı az olandır. Deyir ki, bəli ya Rasulullah sallallahu aleyhi ve sellem. Deyir ki, xeyr ey Abu Zər, vələkinnə qınəl qalb, vələkinnəl qınəl qalb. Deyir ki, ey Abu Zər, varlılıq, zənginlik o deyil. Zənginlik bax buradadır. Qəlbdədir. O qədər kasıb adamlar görürsən ki, qardaş, vallahi, az qala ürəyini çıxardıb sənə versin. Malı mülkü yoxdur adamın. Elə təvazükar, elə əli açıb, elə səxavətli, elə təvazükar insandır. Fikir versin, onunla deyil. Bu özü bir neymətdir ki, qardaşlar, Allah Teala insana o halı verir. Başa düşürsən ki, Rəbbimdəndir. Həsəd nədir, qardaşlar? Həsəd. Həsəd bu halın əksidir. Özü kasıbdır. Kiminsə malının, mülkünün biraz artdığını görəndə adam evdə yata bilmir gecə. Niyə? Niyə ona verilib? Fikir ver. Bu kimə etirazdır? Ona, Allaha. Niyə ona vermirsən? O ona layiq olmadığı halda ona niyə vermirsən ki onu? Fikir ver. Bəlaya baxın, qardaşlar. Allaha etiraz edir ki, o ona layiq deyildir. Sən ona niyə vermirsən? Mən ondan yaxşı, ondan imanlı, ondan əxlaqlı, ondan da yaxşı Quran oxuyuram. Ondan da yaxşı qulundan, təsəvvüründədir öz haqqında adam. Bəlaya fikir verin, vallahi. Bundan böyle nə bəla olur? Müsibəti də adamın. Etiraz edir ki, ona layiq deyil. Hansı ki, Allah subhanahu wa ta'ala qullarını ən yaxşı biləndir. Allah Teala deyir ki, İn tuxfu mə fi sudurikum əv tuxfuhu ya'lemuhullah. Kökslərinizdə olanlar ki var, içərdə, qəlblərdə. Onları deyir, çıxartsanız da çölə, çıxartmasanız da. Allah üçün fərqi yoxdur, Allah onu biləndir. Allah sənin qəfəsinin içərində o gizlənən ət ki var, onun içindən axan qanı, dama, hər şeyi biləndir. Fikir verin, Allah insana öz yaxınlığını necə izah edir ki, وَلَقَدْ خَلَقْنَا الْاِنْسَانِ
Və nə'ləmu mə tuvəsvisu bihi nəfsuhu. İnsanı mən yaratmışam deyir. Onu biz yaratmışıq. Nəfsi ona nəyi vəsvəsə verirsə, biz onu bilirik. Çünki ona şah damarındandır yaxınıq. Fikir ver. Şah damarından biz ona yaxınıq. Sən nə bilirsən ki, ona layiq deyil? Sənsən o Rəbbi, yoxsa ona şah damarından da yaxın olan da o Rəbbi. O bilir ki, o layiqdir, yoxsa yox. Və elə bilmə ki, Allah verib onun üçün xeyirdir. Vallahi elələri var ki, onlar günahlarda davamlıdırlar. Asiliklərdə davamlıdırlar. Gecə, gündüz Allah onlara neymət verməyinə baxmayaraq, onlar günahları artırırlar, asilikləri artırırlar. Allah ona verməklə xeyir istəmir. Alimlər buna bilirsiniz nə deyirlər, qardaşlar? İstidrac. Bir adam günahdadır, asilikdə davamlıdır, Allah da ona neymətlərini verir, o da Allaha qarşı günahlarla mübarizə aparır. Sənəstədricuhum min haythu la ya'lamun. Allah deyir ki, ağlına gəlməyən yerdən onu yaxalayacam. Çox belə insanlar görülür, xüsusən də ağsaqqallar eşidirik. Çox belə insanlar olub ki, Allah Teala verib, azğınlığını artırıb, sonra ağlına gəlməyən yerdən götürüb onu. Məsələn, riba yiyən adamlar. Riba yiyən insanlar, insanların mallarını faizlə, riba ilə alıb yiyən insanların sonundan çoxumuzun xəbəri var. Sən də həsəd eləyib özünü də günaha salırsan. Allahın hər bir işdə hikməti var, qardaşlar. Sonra burada buyurur ki, Erməhli bu hədisin təfsirində Allah Teala deyir ki, və illə təfəl, əgər sən belə etməsən, özünü mənim ibadətim üçün ayırmasan, ibadəti dünyadan üstün tutmasan, əgər belə etməsən, əmirlərimi yerinə yetirib, qadağalardan da çəkinməsən, sənin qəlbivi və əlivi məşğuliyyətlə dolduraram. Yəni, bir insan, qardaşlar, bir insan həyatını Allah üçün yaşamasa, Allah üçün tənzimləməsə, Allah Teala deyir ki, başvı nəyə qatmısan dünyaya? O başvı qatdığın şeyləri biraz da çoxaldacam. Yəni, adam baş aça bilmir. Adam baş qaldırıb, həyatın, o bəzilər deyir, həyatın bir mənası yoxdur. Vallahi, həyatda elə bir dənə məna var ki, o mənanı dadanlardan soruş sənə desinlər. Allaha ibadət, Allaha zikir, Allahla döyünən qəlbə məna ondadır. Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdədir ki, mən kənətil əxirətu həmmuhu. Kimin məqsədi, fikri, zikri, Allahın axirət diyarını qazanmaq olarsa, cəalallahu ğinahu fi qalbihi. Allah varlılığı onun qəlbinə qoyacaq. Sonra gör nə deyir? Və cəməələhu şəmləhu. İşlərini asanlaşdıracaq. Alimlər bilsin nə deyirlər? İşlərini asanlaşdıracaq. Onun dağılmış işlərini gətirib bir yerə yığacaq. Rahatlaşdıracaq onları səhmana salmağı onun üçün. Sonra deyir ki, və ətəhətü dünya və hiyə rağimə. Dünyanı istəmədiyi halda Allah o dünyanı rahatlıqla onun arxasıca gətirəcək. İkinci hissəsi nədir ki, kimin məqsədi dünya olarsa, kasıblığı iki gözünün qaşının arasına qoyacaq Allah Teala. İşlərini pərəm-pərəm eləyəcək. Adam alır, satır, bərəkəti yoxdur. Adam gedir, gəlir, xeyri yoxdur. Adamın işləri bir yerə gəlmir. Nə ailəsində, nə işində, nə əkin biçinində, nə ticarətində. Heç çünki bilirsiniz nəyə qardaşlar? Adam Allahın dediyi kimi Allaha vaxtında ibadət etmir. İdarə eləyən kimdir, qardaşlar? Allah da subhanahu wa ta'ala Allah Teala buyurur ki, yudəbbirul əmra minəs-səmə. İşlər hardan idarə olunur? Göydən. Göydən idarə edən Allah sən işlərini elə eləyir ki, dağıdır, yorulursan, bütün gün yorulursan, illər boyu yorulursan, ömrün boyu həyatını yalnız yorğunluqla keçirtmirsən. Axırda da elə belə dünyağı dəyişib gedirsən, vəssalam, bitdi, tutardı. Sənin üçün oldu həyat mənasız, bəli. Vallahi qardaşlar, əzəmətli hədisdir. Əzəmətli hədisdir. Allah Teala hər birimizi bu hədisi doğru düzgün, başa düşən, ona əməl eləyən qullarından etsin. Bütün xeyirlərin hamısı Allahdandır. Başa düşmək lazımdır ki, kim özünü Allaha itaətə, ibadətə ayırsa, Allahın əmir qadağalarını dünyanın və içindəkilərin üzərinə tutsa, onlardan üstün tutsa, Allah onun qəlbinə bir varlılıq, bir zənginlik verəcək. Malın mülkün az olsa da daim rahatsın.
Çünki başa düşürsən ki, Allah səninlədir. Ona görə alimlər deyirlər ki, Allah kimə iman veribsə, ona hər şey verir. Kimə iman verməyibsə, dünyadan hər şey versə də, ona heç nə verməyib. Nə deməkdir, qardaşlar? Alimlər deyirlər ki, öləndə nəyə aparacaqsan? İmanı, əməllərdir. Yığdığın o qəsrlər, tikdiyin qəsrlər, mol, mülk, mə əğnə anni məliyə. Az öncə oxuduq. Kitabı sol əlinə verilən nə deyəcək? Malım, mülküm mənə heç bir kömək eləmədi ki, bugün. Fikir verirsiniz? Ona görə kimə iman veribsə Allah Teala hər bir şey verib ona. Çünki həqiqət odur. Mə indəkum yənfəd və mə indəllahi bəqin. Sizdə nə varsa hamısı tükənəcək. Zavanlar yaşlaşır. Təzələr köhnəlir. Fikir verirsiniz, qardaşlar. Çoxlar hamısı azalır. Lakin Allahda isə belə deyil, Allah qatında. Dünyada belədir. Orada, əlhamdülillah, hər şey Allahın izni ilə neymətlər əbədi, ardı arası kəsilmədən davamlı. Ona görə ağılsızdır o adam ki, əbədi olanı fani ilə dəyişir. Ağılsızdır o adam ki, Rahmənin istəkləri üzərində deyil, kimin istəkləri üzərində yaşayır? Şeytanın. Allah hamımızı qorusun, qardaşlar. Allah Teala bizi imanda sabit etsin. Allah Teala bizim hər birimizin son kəlməsini la ilahə illallah etsin. Bütün xeyirlər Allahdandır. Xətaların hər birisi bizim nəfsimizdən və şeytandandır. Aqulu ma sami'tum və əstəğfirullah li və lakum və lisəl muslimin min kulli dən fəstəğfiruhu innehu huvəl ğafurur rahim. Allah razı olsun.